Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, ben karar verdim ki inşallah bildirçin yumurtası alın ve inkubatora yerleştirin. İnşallah onları böyüdüm. Deyilene göre daha da ben çoktandan bilirdim de bildirçin yumurtası çok xeyirlidir, əti çok xeyirlidir. İnşallah benim bu köhnə qoca inkubatorumu işe salmışam. Bu inkubator inşallah yalancı çıxmaq istəmirəm. Təxminən 35 ilində çox olar ki az olmaz. Elhamdülillah yarım avtomatdır. Bunlar yarım avtomat olmur. Mən yarım avtomat eləmişəm. Nə mişdiyini çevirməyi əlinədir, yəni izləyirsən, amma istiliyi özü avtomatik işləyir. Dəyərli izləyicilər, birinci inkubatoru işlətməmişdən qabaq inkubator otağı təxminən 18-20 derece istilikdə olmalı. Bak indi siz diqqətlə baxsa burada 19 var. Çünkü bura soyuq olsa sizin inkubatorda tərləmə olacaq və çürüyəcək. Yəni ki aldıra bilməyəcəksiniz. Bu da mənim inkubatorumun latokudur. 64 ədəd yumurta tutur. İstəmədim buraya 150 falan bildirçin yumurtası yerləşdirib. Sadəcə belə bir setka almışam. Çoxdan da məndədir. 64 dənə yumurta bura yerləşir dəyərli izləyicilər. Yəni çox sadə inkubatordur. Yəni ideal bir inkubatordur toğ yumurtası üçün. İnşallah qərar gəldi. İndi inşallah gedəcəm. Evdədir yumurtalar. Çünki yumurtalar 2 saat, daha doğru yarım gün təxminən ev havasında olmalıdır, istilik tutmalıdır. Sonra da yığırsınız latoklara və inkubatora yerləşdirirsiniz. Allahın izni ilə izah elədim. İnşallah inkubatora yumurta yerləşdirəndə istiliyini, nəmişliyini inşallah sizə izah edəcəm. Allah'a emanet olun.